bilməmək yox, öyrənməmək ayıbdır. Çünki indiki dünyada, süni intellekt dünyasında bilməmək anlayışı yoxdur. Hazıram. Hazırlaşacağım. Valaya istifadə etməmişdən qabaq da belə bir idim, amma çoxlu ideyaları olan, amma o ideyaların hamısını reallaşdırmağa çatdırmayan, buna görə təəssüflənən və bir gün mütləq bu necəsə dəyişəcək, amma necə dəyişəcəyi haqqında heç bir fikri olmayan biri idim. Özüm və Kod Akademi. Əslində həm özüm, həm Kod Akademi məni itələdi ki, mən süni intellekt dünyasına rəsmi olaraq girim. Maraq kimi yox. Bunu rəsmiləşdirim. Ona münasibətimizə bir ad verdik. Bu münasibətin adı da əslində bir növ nağıl-noğul oldu. Mən süni intellekt təlimim və onunla bağlı kiçik də olsa məlumatım sayəsində gecənin 4-ündə bir gün oturub görəsən mən bu biliklərlə nə edeyim deyə düşünərkən nağıl-noğul adında bir brend formalaşdırdım. Özümün marağı və çoxlu araşdırması mənə icazə verdi ki, mən bu marağı böyüdüm və bir işə çevirim. AI-la öyrəndiyim, bildiyim bir düşüncənin təsdiqini tapdım. Əslində nədir? Bilməmək yox, öyrənməmək ayıbdır. Sənin bilmək üçün bütün resursların var və AI burada sənin ən yaxşı köməkçindir.